Bugün insanlarımızın ən çox narahat edən biri nədir? Oynaq xəstəlikləri. Oynaq xəstəliklərində də təbii ki, nə? Ən çox görürsən onurğa sütununda yırtıq, qrıja deyirlər, yırtıq və ya sinir sıxılması, protuziya deyirlər, sinir sıxılması. Deyir, yeriyə bilmirəm, belimdən ağrı tutur, topuğa qədər gedir, yeriməyə qoymur, ayağımı çəkirəm. Və yaxud da ki, oynaqlarda artrit, artroz təbii ki, sümük yeyilməsidir və artrit də oranın iltihabıdır, oynağın. Və yaxud da reumatoid polartrit, oynaqlarda olan deformasiya, dəyişiklik ən ağır xəstəliklərdən biridir. Yaxud da reumatizm nəticəsində yaranan reumatik ağrılar. Yəni, səbəbi bütün hamısı hara gəlir? Oynaq sümük sisteminə. Pilləkəni çıxanda səs eləyir, düşəndə səs eləyir, çıxa bilmirəm, düşə bilmirəm. Və yaxud da ki, yerimdən oturanda qalxa bilmirəm. Yatanda ağırdan çevrilə bilmirəm. Bu şikayətə eləyən adamların çoxu nə tər olur? Çoxu belə olur. Boy 1.70, çəki 120 kilo. Mən deyirəm, bu 120 kiloluq çəkini kiçik bir oynaq dizində necə götürsün, necə dəyişməsin, necə əyilməsin, necə yeyilməsin. Yəni, hər şeyin, sənin görürsən, hər şeydə insanların bir ölçüsü var. O ölçüyə uyğun suyu da deyəndə deyirlər ki, bu boyda, bu çəkidə bu qədər su içmək lazımdır. Bu çəkidə bu qədər su içmək lazımdır. Yemək də elədir. Oynağın gücü də elədir. Oynağın gücündən artıq sən, əgər onu dəyişirsən, artıq yük verirsənsə, mütləq oynaqda dəyişiklik yaranacaq. Və son nəticədə də hərəkətin məhdudluğuna gətirib çıxarır, əlilliyə gətirib çıxarır. İnsanlar əziyyət çəkirlər. Azərbaycanda çox geniş yayılıb.